Yoqada ümumiyyətlə yoqanın özündə belə bir mərhələ var, samadxiya, hansı ki samadxiya düşəndən sonra o adı alırsan, yəni və ustad adı alırsan da belə deyim. Həmin düşən adamlar və onu hiss edən adam avtomatik olaraq dünyanın bütün nemətlərini yox deyirlər prosta. Bəli. Hər şeydən imtina edirlər. Və dönüb yenə qayıtmaq istəyirlər ora. Çünki o bilirsiniz mən belə başa düşürəm ki, mən düz düşməmişəm, amma nə demək istəyirəmsə, o mərhələni keçmiş insanlar özlərini tamam fərqli hiss edirlər. O mərhələni keçmiş insanlar heç bir var-dövlət istəmir, heç nə istəmir. Doğrudur. Bir məsələ var ki, o mərhələni keçmiş insanlar arzularında ancaq insanlıq üçün, dünya üçün nəsə istəyirlər. Başqa bir şey istəmir. Bax, mən bilən o mərhələ məhz o mərhələdir. Bəli. Bu mərhələ zaten mən keçən proqramda da demişdim ki, 6 ilimi sərf eləmişdim bu işləri öyrənməyə, sir, düşüncə gücü, frekanslar. Tanrılıq frekansına keçəndən sonra siz nə olur? Sanki özünü onun yerinə qoyursan. Hiss eləməyə çalışır. Empatiya qurursan da Tanrı ilə, belə deyim. Və bir müddət sonra siz nə olur? Tam sakit qalırsan. Bizim buramızda bir səs var. İç səsi deyirlər. O hər gün Fuadla danışır, içindəki səs. Başlayırsan artıq içindəki səsi dinləməyə, qarşı çıxmağa yox, dinləməyə. O nə deyir? İç səsimiz heç vaxt bizi yanıltmır. Həmişə misal görürsən Muradı, iç səsin deyir ki, bu yaxşı biridir deyə. İntuisiyadır. Sonra məntiqin deyir ki, yox, bu pis biridir. Amma əslində iç səsin doğrunu demişdi və ya bəzən də yanılda bilər. İç səsin deyir ki, tutalım Əli pis bir oğlandır, amma məntiqin deyir ki, yox, o ağıllıdır, savadlıdır, 5 universitet qutarıb neyniyib, yox. Yəni iç səsin düz çıxır axırda. Ona görə də iç səsini dinləməyə başlayandan sonra başlayırsan özündən dialoqa. Qıraqdan biraz dəli kimi görsən sən də. Özün öz içinlə dialoqa başlayırsan. Bu prosesin adı adlanır özdən özə səyahət. Özdən özə, özümdən özümə. Və insan mən həyatım boyu Tanrını qıraqda axtarırdım da, məsciddə, ibadətdə, kitablarda. Allah hardadır axı, mən Allahı tapım, ona sual verim, ya da onu ibadət eləyim. O məqama çatanda başa düşürsən ki, axtardığım şey buradaymış özümdə. Və özündə olduğunu idrak elədiyin anda bir hiss gəlir sənə, vibe, bir frekans. Artıq hər şeyin boş olduğunu düşünürsən. Nətər deyim, materializm sənə elə də çəkmir. Artıq əvvəl ləzzət aldığın şeylər sənə ləzzət verməməyə başlayır. Əvvəl əyləndiyin insanlar artıq sənə əyləndirə bilmir. Niyə? O qədər böyük bir sehirli bir gücü kəşf eləmisən ki, elə ancaq özünlə söhbət eləmək istəyirsən, insanlarla yox. Ona görə o level'a düşən adamlar daha çox tənhalığa çəkilirdi, mağaraya çəkilirdi. Yoqada nirvanaya gedirlər. Yəni istəyirlər ki, orada qalsınlar o level'da.